Və mən adətən müəyyən davranış pozuntusu yaşayan bir şagirdlə qarşılaşanda o şagirdləri, o tələbələri, müasir gəncliyi qətiyyən günahlandırmıram. Çünki onların hər biri ilə biraz səbrlə dialoq qurmaq, onun tərəfindən, onun xeyrinə, ondan dostcasına münasibət qurduğunu görəndə o etimad yaranır. Onlar bizə etimad göstərmirlər. Onlar bəzən danışmırlar. Soruşanda niyə danışmırsan? Deyir, danışsam onsuz da qışqıracaqlar, deyəcəklər, gedişinə məşğul ol, sən uşaqsan, sən nə bilirsən, həyat nədir? Və biz əslində fərqində deyilik ki, onların necə böyük bir dünyası var. Təlatümlü, fırtınalı, onlar necə stres altındadılar, necə çətinlik çəkirlər. Biz onlara bu anlayışı göstərmirik. Və mən hansısa bir şəkildə həyatın kursunu hələ tuta bilməyən, uyğunlaşma problemi yaşayan, sinifdə motivasiyası olmayan bir şagird görəndə mən o zaman indiki nəsil deyə düşünmürəm. Bizim nəsillə müqayisə eləmirəm. Mən düşünürəm ki, indiki nəsil bizim dövrümüzdəki nəsildən daha mədənidir, dünyanı daha yaxşı tanıyır, gələcəyə daha hazırlıqlı, daha rasionaldılar. Sadəcə biz müəyyən çatışmazlıqlar görəndə biz düşünməliyik ki, cəmiyyət, təhsil sistemi, iqtisadi sistem, ailə sistemi harada səhv eləyib ki, bir gənci daha itirmək üzrəyik.